Şəhid olduğu zirvəyə soyadı verilən Elməddin Bahəddin oğlu Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub. O, 1997-ci ildə Vərməziyar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Elməddin Meydanovun vətənə olan sevgisi onun həyat yolunu hərb sənətinə bağlayır. O, 2004-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olur. 2007-ci ildə həmin liseyi uğurla başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. O, Ali Hərbi Məktəbi uğurla başa vurduqdan sonra 2011-ci ildə leytenant olaraq Cəlilabad rayon Göytəpə qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin en saylı hərbi hissəsində xidmətə başlayır. Nümunəvi xidmətinə görə Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, Azərbaycan ordusunun 95 illiyi, Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi və Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi yubiley medalları ilə təltif edilib. Elməddin Meydanov 2-ci Qarabağ müharibəsində kapitan kimi döyüşlərə qatılır. O, oktyabrın 27-sində Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Elməddin Meydanov Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elməddin Meydanov ölümündən sonra vətən uğrunda döyüşdə fərqlənməyə görə və Zəngilanın azad olunmasına görə medal